Bilirsiniz nə var? Məndən yaxşı oğlanları qırdılar. Yalandan deyirlər 3000, 9700 adamı lazımsızca qırdı. Belə deyəndə bəziləri deyir, yaxşı olub, yaxşı, nə öldürələz. Mən öləndə sərhədlər açılacaq, qəhbənin balası. Qəhbənin balası. Mən öləndə Qarabağa vizasız, portalsız mı gedəcəksən? Mən öləndə minimum əmək haqqı, orta əmək haqqı Ermənistandan 2 dəfə aşağıdır, 2 dəfə yuxarı mı olacaq? Mən öləndə dənizə həsrət qalıbsız, qara ikraya, ağ balığa həsrət qalıbsız, sizin mi olacaq? Məni öldürəndən sonra anam, bacım ərəbin altında yatıb pul qazanır. Daha ərəb bu onun altında tərsinə yatacaq, pul qazanacaq mı? Mən öləndə nə olacaq? Əlinə nə verəcəklər? Fabriklərim açılacaq, zavodlarım açılacaq. Mən öləndə əlinə nə verəcəklər? Göt oğlu göt. Sat şərəfini, namusunu, şərəfini satmasansa Azərbaycanda yaşama şansı qoymayıblar. Mən öləndən sonra, mən öldürsələr, əlin yağa batacaq, bala batacaq. Bugün Azərbaycanda hamı məmura deyirmir, demirsən Allaha tapşırıram, deyir səni qabilə tapşırıram. Bugün demirlər İlham Əliyevin yanına şikayət eləyəcəm, artıq deyirlər qabilə şikayət eləyəcəm. Bugün məmurlar az çox qorxurlarsa bizdən, bizə görə sizi qayırmırlar. Yoxsa sizin hansı qız xoşuna gəldi ilə post patrol maşınına salıb elə qayıracaqlar. Necə ki bəzilərini hər arada bir qayırırlar. Bugün hansı məmur negativ bir iş görsə, bir cinayət sırası deyir, Avropadakı qabilin xəbəri olmasın. Məni öldürəndən sonra, yaxşı yaşa, məni öldürürlər ki, sənin anana donbatma trasın ortasında qoysunlar. Məni öldürürlər ki, bədənini satmayan adamları da zorlasınlar. Məni öldürürlər ki, bütün xalqın ümidini öldürsünlər. Məni elə belə öldürmürlər. Məni elə belə ölüm fərmanımı verməyib İlham Əliyev. İlham Əliyevə deyirəm, killer göndərsən, ordu göndərsən, göndər, mən ölümdən qorxan adam deyiləm, ölümdən qorxan sənə oxşasın İlham Əliyev. Əli titriyənin əlinə verim İlham Əliyev, göndər. Əli titriyənin əlinə verim, ona komanda verənin də əlinə verim. Göndər gəlsin. Göt oğlu, atanın ad günlə məni öldürtürmək istsən, nə olur belə? Nə tələsik də? Gicdillah oğlu gicdillah. Cındır oğlu cındır. Deyələmədələn deyəli soydaşlarım, İlhamın ömrünə az qalıb radikal müxalifət, yəni sərt müxalifəti aradan götürür. O Azərbaycanda müxalifət var, hamısını barışıblar, hamısının kaseti var, hamısını barışıblar, hamısının quyruq əllərindədir. Gedəcəklər, duxu var Əli Kərimlinin, İlham Əliyevi cəzalandırsın. Boş, baba, mümkün deyil, mümkün deyil. Ona görə bizi aradan götürürlər. Ona görə bütün xalq cəbhəsi qalıb qıraqda, ancaq qabilin üstə düşüblər. Elə bil ki, bir dənə İlham Əliyevin düşməni qalıb qabil, bir də içəridə Tofiq Yaqublu. Bir də xalq cəbhəsinin qabil sevən radikalları, Niyaməddinlər, Ərzaminlər. Və salam, başqa adam qalıb.